Mən Əhmədov Elvin Fikrətoğlu 055 853 8398 mobil nömrəmdir. Mən də 2022 il dekabrın 5-də ilk ödənişimi Avient Travel etmişəm. Xaricdə işləmək məqsədi ilə, viza məqsədi ilə. İkinci ödənişimi 2023-cü il dekabrın 12-də ödəmişəm. Sadəcə sonradan məlum oldu ki, bu Avient Travel şirkəti 2000, birinci ödəniş 1000, ikinci ödəniş də 1000 civarında, yəni ümumi dəyər 2000 olaraq qeydə alınmışdır. Sonradan məlum oldu ki, Avient Travel dələduzla məşğuldur. Heç bir, yəni sənədlərimizin heç biri düzgün deyil, heç nə yerinə yetirilməyib. Hal-hazırda Lalə Rəcəbova Qurban qızı məhkəməyə tutulub polis tərəfindən, məhkəməyə cəlb olunub. Məhkəmə də Nəsimi rayon məhkəməsinin hakimi Elməddin Hüseynov tərəfindən icra olunur. Lakin məhkəmə təxirə salındı bilinməyən səbəblərə görə. Biz yəni haqqımızı tələb edirik, bizə dəymiş ziyanın tam ödənilməsini istəyirik. Əgər ödənilmədiyi təqdirdə saxlanılan şəxsin ən ağır cəza ilə cəza çəkilməsini istəyirik.